Təsəvvür edin ki, xaricdən gələn düyülər artıq 6 ay yollarda qalır. Bəli. Atlarda qalır, gəmilərdə qalır. Onların müəyyən bir kimyəvi emanla qoruyurlar ki, böcəyə qarşı və s. qarşı ki, bunlar xarab olmasın, təbii bir şeydir. Amma yerli düyü heç vaxt bu emala məruz qalmır. Birbaşa tarladan çıxır və birbaşa qablaşdırılır və rəflərə buraxılır. Mən də Ona bunu görə biz eşitmişdim, haşimi düyüsü, Namiq kədli müəllim. düyüsü, Üzr istəyirəm, Namiq müəllim, mən bunu eşitmişdim, bir də sizdən soruşum. Bəzi düyüləri, həqiqətən də xaricdən alınan düyülərdə bu rast gəlinir. Bişirəndə əvvəlcə çox kəskin bir iyi gəlir, kimyəvi iyi gəlir. Bu, vurulan dərmanlardır, eləmi? Əlbəttə ki, bu təbii bir şeydir. Bu vurulmasa o düyü xarab olar. Çünki bu uzun yol gəlir, saxlanması böyükdür. Yay vaxtısı var, istisi var bunun. Yəni bunun çox böyük... Və mən eşitdiyimə görə hətta gəmilərdə siçovullara qarşı xüsusi Əlbəttə dərmanlar vurulur və bu düyüyə hopur və biz onu nə qədər yutsaq da, bilmirəm, indi qaynadanda o çıxır, çıxmır, mən deyə bilmərəm, mütəxəssis deyiləm. Amma hər halda o iyi dərhal vurur. Bəli, bəli, bu qaçılmazdır. Bu qaçılmaz bir faktdır. Yəni bu proses təbii bir prosesdir, belə də olmalıdır.